qəbizlik də bir bəladır. Qəbizlik böyük bir bəladır. Artıq körpə uşaqlarda da əmələ gəlir. Bəzən hətta uşaq elə anadan əmələ gəlir, qidəyə düşən kimi qəbizlik yaranır, disbakterioz yaranır və ya göbələk əmələ gəlir, antibiotik, aşırı antibiotikdən. Ondan sonra bütün həyatı boyu qəbizlik olur, ya ishal olur, qəbizlik olursa, ya ishal olursa da son nəticədə babasilə gətirir, çıxarır. Babasil düyünlərində də sərt nəcis nəticəsində qanaxma ola bilir, göynəmə ola bilir. Yəni, babasil düyünləri sonra düz bağırsaqda çat əmələ gələ bilir. Son nəticədə də nə olur? O adamlar əziyyət çəkirlər. Oturacaqda göynəmə, qanama, əsəb, iş qabiliyyəti alınır, əsəblər pozulur. Bu baxımdan da siz hər zaman bol miqdarda göyərti, meyvə, tərəvəz qəbul etsəniz. İndi əriyin ən gözəl vaxtıdır. Qəbizlik üçün ən qiymətli meyvələrdən biri, bəlkə də birincisi ərikdir. Bu əriyin bol vaxtıdır indi. Nə qədər səhər, günorta, axşam ərik yesəniz, bağırsanız görəcəsə rahat işləyir. Sonra artıq alınca da xeyli dərəcədə alça. Alça da dəm var, alınca da dəm var, uzuzlaşıb, bol miqdarda istifadə edin. Yəni, çıxan meyvələrdən istifadə edin və təbii ki, eyni zamanda gündəlik mütləq göyərtidən, xüsusilə ət yeməmişdən əvvəl göyərti yemək lazımdır ki, o əti həzmə versin. Meyvəni qabıqlı yemək lazımdır. Meyvəni şirəsindənsə meyvənin özü daha yaxşıdır. Çünki onun kobud lifləri yediğiniz qidanın həzminin tam başa çatmasına şərait yaradır, imkan yaradır. Ona görə də dediyim kimi bir mənalı şəkildə mövsümdən istifadə eləmək lazımdır. Göyərtili meyvə, tərəvəzi istifadə eləməklə qəbizli aradan qaldırmaq lazımdır. Yox, əmələ gəlmirsə, yenə gəlirsiniz bizə Doktor Seyfəddin klinikasına. Orada aydınlaşdırır ki, qəbizliyi verən qurd xəstəliyidirmi? Qurdu müalicə eləyirik.